Böyle oyunla bağlı. Belə düşünürəm, belə qol epizodları yarada bildiyimiz oyunlardan oldu. Həm Mehdi yarattı, həm də biz. Belki də qalibiyət bizə daha çox şey verərdi, amma məğlub olmamamız da bizə bəzi şeylər verdi. Ona görə çox düşünməyə ehtiyac yoxdur. Bəzi problemlərimiz var oyuncularla bağlı, mövqe ilə bağlı. Çalışırıq ki, onları aradan qaldıraq və onda daha yaxşı performans əldə edə biləcəyik. Amma düşünürəm indiki gündə, bugünkü gündə də yenə bir xal qazanırıq. O başlanğıcdan sonra hamı gözləyir ki, bol qollu bir oyun olacaq, amma sanki ondan sonra iki komanda dayandı. Yenə də şanslarımız oldu. O qollardan sonra şanslarımız oldu. Bəlkə onu vura bilsəydi hər iki komanda daha belə oyunun məzrası dəyişəcəkdi, amma məncə eləyə bilmədik. Amma ümumilikdə yaxşı stadionda yaxşı alındı. Yəni, dünən Turanın uduzduğunu nəzərə alsaq, yəni bir xalda belə götürəndə bu gün sərf eləyirlər. Bəli. Maçız qeyd edir ki, ikinci sayma az imkan vermirdi bundan oynayaq. Vermirdi. Hə, yəni belə deyir, nə özləri oynayırdılar, nə bizi qoyurdular oynamağa. Yəni necə qeyd edim, hər futbolçunun yorumu var da, bacardığımız qədər rəqib komandaya yaxın oynamaq istəyir, amma düşünmürəm. Özümün düşüncəsi var, bəlkə biraz daha təzyiqi artırsaydıq, daha fərqli nəticə əldə edə bilərdik. Qarşıdan kubok oyunu gəlir. Qarabağla çətin. Bizim işimiz belədir də, yəni istəsək də, istəməsək də hər bir oyuna kommentar eləməliyik. Düşünürəm, bugündən sonra kubok oyununa hazırlaşacağıq. Həm bizim üçün, həm də fərdi oyuncular üçün, həm də Araz üçün hər bir oyun vacibdir. Elman müəllim kuboka belə deyim, vərdişi olan, bacarığı olan Messidir. Düşünürəm, bizi kuboka yaxşı hazırlaşdıra biləcək. Rəqib də yaxşı rəqibdir. Da Qarabağ haqqında deyiləcək bir söz yoxdur, amma bəlkə də qrafikin sıx olması bizə bir problem yaradacaq. Qarabağ yox, amma hər halda bu bizim işimizdir. Bunun öhdəsindən gəlməliyik. Düşünürəm, maraqlı oyun olacaq və əlimizdən gələn eləyəcəyik ki, yəni Araz hər iki cəbhədə sona qədər vuruşacaq. Əlbəttə. Yəni başqa elə bir komanda tanımıram, desin kubok mənə lazım deyil, çempionat oynayacağam və yaxud da tam əks. Araz Naxçıvanın oyunlarında, sizin oyunlarınızda adətən gərginlik olması, meydanda baş verənlər, yəni nə ilə bağlı, nəticələrin istədiyiniz kimi olmaması ilə bağlı ondan yaranırmı, yoxsa nə ilə bağlı? Düşünürəm ki, ilk dövrədə və ikinci dövrədə rəqiblər məğlub etməyimiz müəyyən qədər aqressiya saxlayıb onlarda və artıq sonuncu belə deyim raunddur və bizdən geri almaq istəyirlər. Bəzən alınır, alınmayanda da istər-istəməz futbolçu aqressiyasıdır. Bu görsənir, amma düşünürəm bu aqressiya olmasa biz heç nəyə nail ola bilməyəcəyik. Bizə qarşı, topa qarşı, rəqibə qarşı mütləq aqressiya olmalı.